Salam dostlar, bugün dermatolog doktor Fəride Axundovaya ən çox verilən suallardan birinə cavab verəcəyik. Üzümdəki sığanağı sıxa bilərəmmi? Qısa cavab: xeyr. Əksər hallarda sığanaqları sıxmaq tövsiyə olunmur. Amma gəlin bunun səbəblərini daha ətraflı araşdıraq. Sığanaq yarananda insanların ilk reaksiyası onu sıxaraq tez bir zamanda yox etmək olur. Xüsusilə də vacib görüş, toy, tədbir və ya fotosessiya öncəsi yaranan sığanaqlar insanı narahat edir. Lakin sığanağı sıxmaq düşündüyünüz qədər faydalı deyil və çox zaman vəziyyəti daha da pisləşdirə bilər. Sual: sığanağı sıxanda nə baş verir? Sığanağın içində yağ, bakteriyalar, ölü dəri hüceyrələri və iltihabi maddələr toplanır. Siz onu sıxdığınız zaman bu maddələrin hər bir hissəsi dərinin daha dərin qatlarına keçə bilər. Bu isə iltihabın artmasına səbəb olur. Nəticədə qızartı artır, şişkinlik böyüyür, ağrı çoxalır, sağalma müddəti isə uzanır. Yəni siz sığanağı aradan qaldırmağa çalışarkən əslində onun ömrünü uzada bilərsiniz. Sual: bəs niyə bəzi insanlar sıxır və heç nə olmur? Hər dəri fərqlidir. Bəzi insanlarda sığanaq sıxıldıqdan sonra heç bir iz qalmaya bilər. Amma bu riskin olmadığı anlamına gəlmir. Dermatoloqların əsas narahatlığı çapıq və ləkə yaranmasıdır. Çünki bir dəfə yaranan çapığı müalicə etmək çox çətin və uzun müddətli prosesdir. Sual: sığanağı sıxmaq çapıq yarada bilərmi? Bəli, yarada bilər. Xüsusilə iri, ağrılı və dərinin dərin qatlarında yerləşən sığanaqlar sıxıldıqda dəridə qaracı çökəkliklər, deşiklər və ya qabarmış çapıqlar əmələ gələ bilər. Bir neçə saniyəlik sıxma nəticəsində illərlə qalacaq iz yarana bilər. Sual: ləkə də yarana bilər? Əlbəttə. Sığanaq sıxıldıqdan sonra dəridə qəhvəyi və qırmızı, tünd rəngli ləkələr əmələ gələ bilər. Bu vəziyyət xüsusilə günəşə məruz qalan insanlarda daha çox müşahidə edilir. Bəzən sığanağın özü bir həftəyə sağalır, amma onun qoyduğu ləkə aylarla qalır. Sual: sığanağı sıxmaq infeksiya yarada bilərmi? Bəli. Əllərimiz gün ərzində çoxlu bakteriyalarla təmasda olur. Əlləriniz tam təmiz olmasa sığanağı sıxarkən həmin bakteriyaları dəriyə ötürə bilərsiniz. Bu isə yeni sığanaqların yaranmasına və mövcud iltihabın ağırlaşmasına səbəb ola bilər. Sual: bəs ağbaşlı sığanaqları sıxmaq olar? İnsanlar adətən ağbaşlı sığanaqların təhlükəsiz olduğunu düşünürlər. Lakin hətta bu tip sığanaqlarda belə ehtiyatlı olmaq lazımdır. Evdə edilən sıxma zamanı dərinin zədələnməsi, iltihabın artması və ləkə yaranması mümkündür. Dermatoloqlar lazım olduqda xüsusi steril alətlərlə komedon təmizlənməsi həyata keçirirlər. Bu proses ev şəraitində edilən sıxmadan daha təhlükəsizdir. Sual: sığanaq çıxanda nə etmək lazımdır? Birinci növbədə onu toxunmamağa çalışın. Daha sonra üzü gündə 2 dəfə yumşaq təmizləyici ilə yuyun. Günəşdən qoruyucu krem çəkin, dərini qıcıqlandıran prosedurlardan uzaq durun. Əgər sığanaqlar tez-tez çıxırsa, ağrılıdırsa və ya iz qoyursa, dermatoloqa müraciət etmək vacibdir. Sual: nə zaman mütləq dermatoloqa müraciət etməliyəm? Əgər sığanaqlar çıxırsa, çapıq əmələ gəlirsə, böyük və ağrılı düyünlər yaranırsa, onda mütləq dermatoloq müayinəsindən keçməlisiniz. Nəticə olaraq sığanağı sıxmaq qısa müddətli həll kimi görünsə də, uzun müddətli problemlərə səbəb ola bilər. Çapıq, ləkə və infeksiya riski səbəbindən sığanaqlara toxunmamaq ən doğru seçimdir. Unutmayın, hər bir sığanaq bir neçə günə keçə bilər, amma onun qoyduğu çapıq illərlə qala bilər. Videonu bəyəndisə like etməyi, paylaşmağı və səhifəni izləməyi unutmayın. Sağlam və təmiz dəri ilə görüşənədək.